Salam əziz izləyicilərim. Bugünkü mövzumuz nədən ibarətdir? Vitamin bordaq danaların kökəlməsində, istifadə edilməsində nə kimi müsbət təsirləri var? Kökəldirmi, yoxsa kökəltmirmi? Bunun haqqında məlumat verəcəm. Sizdən xahişim ondan ibarətdir ki, videonu axıra kimi qulaq asın. Qulaq asmaya istəməyənlər isə yorumlarda ağzına gələni yazmasın. Çünki elə bir cavab veriləcək ki, inanın ki, çox acıdacaq həmən insana. Neysə, videonun əsas başlıq hissəsi vitaminlər bordaq dananın kökəldirməsində necə təsir göstərir? Bizim üçün əsas heyvanın sağlamlığıdır, immunitet sisteminin möhkəmliyidir. İmmunitet sisteminin möhkəmliyi üçün mütləqli şərtlərdən biri nədir? Vitaminin istifadə olunmasıdır. Vitamin kökəltmir. Vitamin kökəltməsində immunitet sistemi heyvanın sağlamlığı üçün mənə əsas şərtlərdən biridir. Və bizə lazımı olan vitamin komplekslərinin tərkibində A vitamini, D vitamini, E vitamini əsas şərtlərdir ki, biz bunlardan istifadə etməliyik. Nə vaxt istifadə etməliyik? Heyvan biz alınan zamanı heyvan bir müddət adaptasiya olur. İndi bordağın alınmasında sizə hansı prosedurlar keçilməlidir? Onun haqqında da məlumat verəcəm. Biz əsas A, D, E vitamindən istifadə edirik və bu çalışın injektiv vasitəsilə, çünki qan hüceyrələrində parçalanma daha sürətlə baş verir, yaxud da indi inşallah Allahın izni ilə tez bir zamanda qismət olsa sularına qatan vitaminlərdən biz gətirəcəyik. Bu da belə deyək, müəyyən qədər çətinlikləri aradan qaldıracaq, amma qan hüceyrələrinə daha tez çatması üçün hazırlanan bir sıvı injektivdən, yəni sularına qatılan oral şəkildə istifadə olunan vitaminləri biz inşallah Allahın izni ilə tez bir zamanda gətirəcəyik və pango kimi %95% qaranti verəcəyik ki, bu dərman işləyə bilir. Bu vitaminlər immunitet sisteminin möhkəmlənməsində çox əsas şərtlərdən biridir. Yaxud da indi deyək, sual yaranacaq ki, mən hər dəfə, hər həftədən 20 gündən bir, 15 gündən bir heyvanlarıma bunu injekte eləyim, verim, heyvanlarım istədiyim çəkiyə əmələ gətirəcəkmi? Xeyr. Bu marketinq sahəsidir ki, 20 gündən bir vur, 1 aydan bir vur, sənin üçün heyvanın əla olacaq, neyəcək? Bu yalan bir şeydir. İnjekte heyvanı stresə salır, qorxudur və bu qorxutma zamanı isə yenidən bir çox problemlər yarana bilir, stresə qaynaqlı problemlər yarana bilir. Ona görə mən məsləhət bilərdim ki, əgər biz heyvanımızı 9 ay ərzində saxlayacaqsa, 3 aydan bir adi E vitaminləri vurulmalı və 3 aydan bir isə iç paraziti, çöl paraziti təmizlənməlidir. Bu əsas məqsədlərdən biridir. Biz 3 ayı bu iç paraziti, çöl paraziti bordaq şəraitində 6 ay eləyə bilərik. Amma vitamində mütləqli şəkildə 3 aydan bir istifadə edilməsi məsləhətdir. Yaxşı, vitamin kökəltmirsə, onda mənə nə lazımdır ki, mənim heyvanım tez bir zamanda kökələ bilsin, ət verim faizi daha yüksək olsun və heyvan əsas da yemdən küsməsin. Bunu biz neylə? Əlbəttə ki, yemlə etməliyik. Hansı yem? Arpa mı? Xeyr. Arpa, çörək, bunlarla heyvan kökəldirmir. TikTokda bəzən qabağıma çıxır. Çəkir 30 kilo çörək verirəm. Nətər verirsən bunu? Əladır, yox. Olmaz. Çörək isladılmış şəkildə tam yal kimi verilən bilməz. Bunlar heyvanda problem yaradır.
təzə verdiyimiz zaman bütün yemlərdə heç bir problem olmaya bilər. Bunu götürəcək. Amma müəyyən bir müddətdən sonra tıxanmalar olacaq. Tıxanma da əsasən hava bordağın əsas gövdəsi orta hissəsində baş verir ki, o ki sənin heyvanın görürsən əmələ gəlməyə başlayıb durub deyə dayanır. Niyə? Çünki bunlar hamısı qaynaqlanıb problem yaradır. Biz neynəməliyik? Burada əsas şərtlərdən biri yemi həzmləməliyik. Yemin həzmlik faizi isə 88%-dir. 88% yemdə hazırladığımız rasyon, burada rasyon önəmlidir. Rasyon nəyə görə önəmlidir? Mən əgər 150 kiloqramlıq dananı 300 kiloqramlıq dana kimi rasyonunu eyni şəkildə verə bilmərəm. Mütləqli şəkildə bunun protein faizi yüksək, bunun enerji faizi yüksək, protein faizi isə ortada olmalıdır. Orta yazaq, orta protein. Bu orta protein faizi mütləqli şəkildə biz onu 300 kiloluq danada başqa cür rasyondan istifadə edirik. 150 kiloqramlıq danada isə başqa cürə. Amma bunların ortaq nöqtəsi yenə gəlir 88%-də həzmliyə gətirib çıxarda bilir. Və yemlər hamısı quru şəkildə hazırlanır, orta səviyyədə sulanmalıdır. Orta səviyyədə. Orta səviyyədə nədir? Misal üçün, bir heyvana 1 kiloqram quru yem verirəmsə, buna cəmi cümlədən 200 milli su qatılmalıdır. Yaxud da ki, biz Avropadakı kimi rasyonla ümumilikdə hamısını bir yerdə karma yem kimi verməliyik, qarışdırıb veriləndə su əvəzinə biz slajdan istifadə etməliyik. Slaj bordaqda axır son 3 ayında ya tam azaldılır, ya tam verilmir. Bu əsas şərtlərdən biridir. Ətdə iyin gəlməsi, ətdə nə bilim mıncılıq olması. Bunlar nədən qaynaqlanır? Əlbəttə ki, çörəkdən qaynaqlanır. Biz çörəkdən istifadə etməyimiz tam məsləhət deyil. Bəzən rasyonlarda qatıla bilər. Müəyyən bunların faizləri var. Amma necə? Yaş çörək olmaz. Yaş çörəkdən istifadə olmaz. Quru və toz halına gətirilən çörəkdən istifadə edə bilərik. Rasyona zootexniklər qata bilir. Az miqdarda ola bilər. Çörəyi isladıb vermək qəti şəkildə olmaz. Çünki çörəyin tərkibində insan qidası üçün lazımı olan içərisindəki qatqılar var ki, bu heyvana müəyyən qədər pis təsir edə bilər. Misal üçün, bəzi çörəklər çox aşırı dərəcədə duzlu olur. Bu problemdir. Maya həddindən artıq çox qatılır. Bu problemdir. Bunlar hamısı yemdə müəyyən qədər problemlər yaradır. Və bunu da yadınızda bir şey saxlayın ki, heç vaxt proteinli yem ətdə iyi qoxu və s. bir çox problemlər yaratmır. Yaxşı, desəz ki, biz zavod yemindən protein faizinə görə yem aldıq, ondan istifadə elədik, ətdə problem yaratdı, nağardı, neynədi? Bunlar protein əvəzi olan azot gübrəsindən istifadə olunur. Buna da urea, budur. Bu urea və bir dənə geyindirmə firma var. Azərbaycanda 1 kiloqramını 100 manata satan protein gətirmişik deyilən. Bax, bundan istifadə edirdilər, cəmaatı aldadırdılar. Ureni zavodlar qata bilir yemin tərkibinə. Çox homojen şəkildə yem bir-birinə geyindirməlidir.
Burada problem ola bilməz. Yem ısladılmış vəziyyətdə, tam yaş vəziyyətində, tam mıncılıq kimi deyək də, yal kimi verilə bilməz. Çünki azot problem yaradır və azotun çox verilməsi heyvanda gətirib zəhərlənməyə kimi də çıxarda bilir ki, və bu da çox böyük aşırı dərəcədə ziyançılıq vurdu təsərrüfatçılara. Biz yemin içərisində mütləqli şəkildə bu azot kimi gübrələrdən istifadə etməyərək öz yemimizi, öz rasionumuzu hazırlamalıyıq. Rasyon da necə hazırlanır? Onu sizə deyim. Karbohidrat tərkib üstünə gəlsin. Protein tərkib üstünə gəlsin. Remix üstü gəlsin. Duz. Bu tərkibdən yığılmalıdır. Karbohidratlardan isə biz nələrdən istifadə etməliyik? Uzaqbaşı 2 ədəd dənli bitki. Bu 2 ədəd əsasən südçülükdə istifadə oluna bilər. Arpanın yanında qarğıdaldan da istifadə edirik. Protein tərkibli yemlərdən əsas protein olan dənli bitkini götürülür və üstünə gəlinir adxotdan qalan, yəni kəpək. Kəpək, bunu bilin ki, protein faizi yüksək olan və karbohidrat dəyəri az olan bir yemimizdir ki, bizim bu nədən əmələ gəlir? Kəpəkdən əmələ, arpadan əmələ gələ bilər, buğdadan əmələ gələ bilər, qarğıdalının da kəpəyi var. Bunlardan istifadə olunur. Kəpək dənli bitkilərdə protein faizinə görə üstünlük təşkil edə bilir. Amma boş materialdır. Yəni, mən sırf protein tərkibli var deyə kəpəyi əlavə eləyə bilmərəm. Bu əsas işlərdən biri. Sonra premix. Premixlər, siz videolarınıza diqqətlə qulaq asasınız. Premixlər çalışır amino asid tərkibli olan və probiotik tərkibli olan premixlərdən istifadə edin. Çünki mədədə yaxşı mikrobları əmələ gətirilməsində və bağırsaqdakı olan bu amino asidin əmiciliyi vasitəsilə yemi %80-85% həzmə gətirib çıxarda bilir ki, biz əsasən panqodan istifadə edirik və %95% isə qaranti veririk. Duz isə iştahı açmaqdan ötürü yemin tərkibinə qatılır və bunların cəmi 100%-nə rasion deyilir. Sizin qatdığınız yemlər yem qarşılığıdır, rasion deyil. Və burada həzmlik faizi isə yüksək olur. Bunu biz balanslı şəkildə paylaşdırırıq. Sizə lazımı olan, heyvanınıza lazımı olan rasionu çıxardırıq, veririk və buna %95% isə qaranti veririk. Kim istəsə 05891 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Rasionlar tam şəkildə verilir sizə. Əgər belə deyək, işləmək istəyənlər bizimlə əlaqə saxlayıb bu cür yemlənmə planları ilə tanış ola bilər. İzlədiyiniz üçün təşəkkürlər və bunu da deyim ki, yem rasionu verilən zamanı əsasən də bordaqda, südçülükdə onun müalicəsi də, yemlənmə şərti də, yem rasionu da və qatqısı da biz tərəfindən göndərilir. İzlədiyiniz üçün təşəkkürlər.